Salam hər kəsə. Mən Sadə Osmanlı. Sizi YouTube kanalımda yenidən xoş gördüm. Bu artıq mənim YouTube'da 3-cü videomdur. Tez-tez vlog atmıram YouTube'a, amma çalışacağam ki, bundan sonra YouTube'a tez-tez vloglar atım. Təbii ki, mən yenə dərs masasının qarşısına əyləşmişəm. Nə edəcəyik? Dərs edəcəyik. Əgər siz özünüzü dərs edərkən tək hiss edirsinizsə, narahat olmayın. Mən varam. Ona görə gəlin bir yerdə dərs eləyək. Bundan sonraki videolarda hazırlıq vloqlarımı, hazırlığa necə hazırlaşıram, planlarımı necə bölürəm, vaxtımı necə düzgün təyin edirəm deyə bir video istəyirsinizsə, təbii ki, nə etməlisiniz? Videonu bəyənməlisiniz və kanala abunə olun. Hədəf 1000 abunəçidir. İnşallah görək 1000 abunəçiyə çatacaq sizlərin sayəsində. Çox danışmayaq, keçək dərsə. Telefonu tripoda taxdım, parlaqlıq da belə elədim ki, video daha yaxşı görünsün. İndi isə dərs masamda olan ləvazimatları göstərəcəm. Bunlar indi eləyəcəyim tapşırıqların testləri, bunlar indi eləyəcəyim tapşırığın dəftərləri, bu qələmqabı, təbii ki, suyumuzu unutmuruq. Bunlar da testlər, kitablardır, ayrı şəkildə qoymuşam belə. Növbəti videoda dərs masamda nələr var videosu istəyirsinizsə, sizin üçün çəkərəm, amma istəyirsinizsə şərhlərdə qeyd etməyi unutmayın. İndi isə keçirik. Təbii ki, ilk biraz çətindən başlayaq. Mənə görə biraz riyaziyyat çətin fən hesab olunur. Ona görə deyirəm ki, ilk riyaziyyatdan başlayın. Sabah riyaziyyat və Azərbaycan dili hazırlığım var. İlk riyaziyyatı işləyirəm, sonra Azərbaycan dilini işləyəcəm, ingilis dilini işləyəcəm, qalmasın. İngilis dili onsuz da mənim üçün asan fən kimi hesab olunur. Telefonu buradan qoydum. TikTok'a, Instagram'a və bəlkə YouTube Shorts'una da buradakı video klipindən qoydum. Ona görə də kameranı buradan yerləşdirdim. İndi tezləşdirmə mod eləyəcəm. Testi həll eləyəcəm, dərslərimi bitirəcəm. Ondan sonra da vlogumu məncə tamamlamış olaram deyə düşünürəm. İlk riyaziyyatı eləyirəm. Yenə göstərirəm əvvəlki videomu görməyənlər üçün. Riyaziyyatdan mən dimin testini işləyirəm 9 illik. Natural ədədləri keçdik, bitirdik. İndi adi və onluq kəsirlərdəyik. Ən sevdiyim mövzudur. Bəlkə də asandır deyə ən çox sevdiyim mövzu ola bilər. Bilmirəm. İndi bunun testini müəllimə evə vermişdi. Bunları işləyim. Bunlar vərəqlərdir. Mən tez-tez dəftərin ortasından cırıb qaralama edirəm özüm üçün. Qaralama dəftəri tutmuram ki mən. Mən bilmədiklərimi, başa düşmədiklərimi dairələyirəm. Çünki vaxt itkisi olmasın deyə vaxtı səmərəli istifadə eləmək lazımdır. Başa düşdüklərimi tez-tez yazıram bura, qeyd edirəm təbii ki, işləyirəm, həll edirəm. Amma ki, başa düşmədiklərimi saxlayıram, sonra onun üzərində daha çox düşünüb, daha çox işləyirəm ki, tam beynimə otursun. İndi isə testimi eləyim, bitirim, bunu tezləşdirmə mod eləyəcəm. Telefonu da məncə biraz səliqəli qoyum, heç kitab falan düşmür. Videonu düzəldim, geliyorum. Uşaqlar hələ təzədir deyə biraz hələ YouTube'u öyrəşənə qədər, vloglara öyrəşənə qədər çətinliklərim olacaq. O da normal bir haldır. Abunə olmağı unutmayın. Hədəf 1000 abunəçidir. Ona görə abunə olun. İndi keçək işləyək adi və onluq kəsirlər. Biraz su içək. İndi davam edə bilərik. Riyaziyyatı bitirdik. İndi keçək Azərbaycan dilinə. Bundan əvvəlki videomu izləyənlər bilir ki, Azərbaycan dili müəlliməmiz demişdim. İlk günlər idi deyə evə tapşırıq vermirdi, test vermirdi. Ancaq izah edirdi qaydanı öyrənənə qədər. Fonetikanın tamamilə bitirdik. Bitirdiyimizə görə də təbii ki, testini işləyəcəyik. Testimi aldım, budur. Azərbaycan dili 1-ci, 2-ci hissə müəlliməmiz bunu aldırdı bizə. Dimin testi. İndi isə keçək mövzumuzu işləməyə.
Azərbaycan dili testini də bitirdik. Özüm qısa-qısa kəslər qoyuram ki, çox sıxıcı olmasın. Onsuz da testimi işləyirəm, bitirirəm, bağlayıb qoyuram kənara. İndi keçirik ingilis dilinə. İngilis dilindən 2 dənə test var. Biri təbii ki, yenə dimin testi, birinci, ikinci hissə. Biri də belə bir mətn dinləmə situasiya kitabıdır. Kim bundan istifadə edir, yorumlarda qeyd edərsiniz. Öncəliklə testimi işləyəcəm, sonra mətni işləyərəm. İngilis dilini də bitirdik. İndi isə mətni işləyək. Üç dəfə düz mətni təkrar oxudum və təbii ki, burada 3 dənə sözü bilmədim. 3 dənə söz bilmədiyim sözün altına xətt çəkdim. İndi onun tərcüməsini müəllimdən soruşub yazacağam. Belə mətndə nədən söhbət gedir? Tam anladım, başa düşdüm. İndi də testini işləyəcəm. Mama sağ olsun, meyvə doğrayıb gətirdi mənə. Bəli dostlar, vloqumuzun sonuna çatdıq. Əgər videonu bura qədər izlədinizsə, kanala abunə olmağı və videonu like etməyi unutmayın. Şərh də yazın. Heç kim hələ ki bu ilk videolarımdan şərh yazan olmayıb, ancaq bəyəniblər. Düşünürəm ki, bu videoma məncə şərh yazarsınız. İmtahana hazırlaşan hər bir abituriyentə uğurlar arzulayıram. Bundan sonraki vloqda neçənci qrupa hazırlaşıram, peşə seçimlərim nədir, hansı fəni daha çox sevirəm, fənlərimi necə yadımda saxlayıram, necə, hansı metodla öyrənirəm. Bunları növbəti videolarımda sizlərlə bölüşəcəm. Özünüzə yaxşı baxın, hələlik.